216 nömrəli məktəb təqdim edir. Uşaq hüquqları. Uşaq hüquqları dünyadakı bütün uşaqların doğulduqları gündən etibarən qanunla və ya əxlaqi baxımdan sahib olduqları universal hüquq və azadlıqların məcmusudur. BMT-nin Uşaq Hüquqları Konvensiyası dünyada uşaq hüquqlarını qoruyan ən geniş və əhatəli sənəddir. Azərbaycan bu konvensiyaya 1992-ci ildə qoşulmuşdur. Uşaqların hansı hüquqları var? Yaşamaq hüququ. Bu, hər bir uşağın ən təbii və toxunulmaz hüququdur. Heç kim uşağı yaşamaq hüququndan məhrum edə bilməz. Ad və vətəndaşlıq almaq hüququ. Hər bir uşaq doğulduğu andan etibarən rəsmi bir şəxsiyyət kimi tanınmalıdır. Sağlamlığın qorunması və tibbi yardım hüququ. Uşaqların keyfiyyətli tibbi xidmət almaq, xəstəliklərdən qorunmaq və sağlam mühitdə böyümək hüququ vardır. Təhsil almaq hüququ. Hər bir uşağın savad qazanmaq, dünya görüşünü artırmaq və gələcəkdə cəmiyyətə faydalı bir fərd olmaq üçün təhsil almaq hüququ var. İstirahət, oyun və asudə vaxt hüququ. Hər bir uşaq yaşına uyğun oyunlar oynamaq, dincəlmək, idmanla məşğul olmaq, mədəni və bədii tədbirlərdə azad şəkildə iştirak etmək hüququna malikdir. İstismar və zorakılıqdan qorunmaq hüququ. Uşaqlar fiziki, psixoloji, cinsi zorakılığın, təhqirin və laqeydliyin hər hansı bir formasından tamamilə qorunmalıdırlar. Sonda unutmayaq, uşaqların səsini bugün eşitməyən cəmiyyət, gələcəkdə yalnız öz səssizliyinin əks-sədasını dinləməli olacaq. İzlədiyiniz üçün təşəkkürlər.